Senin donun var olsun. Allah kömeğe olsun. Hayır işlerinde, bu da hayır işler. Toylarımıza gelecek. Allah kömeğe olsun. Sen bu ağır vəziyyətdə bu şərətimdə gəldin, yarattın bu şartları. Allah köməyə olsun. Can Cebrail'im bükülmeyen bileğim sen. Can Cebrail'im soy köküm sen, direğim sen. Sen milleti sevindiren yüreğim sen. 30 yıldır gözledim Qarabağın müjdesi sen. Can Cebrail'im bükülmeyen
kənd, orta kənd yaxşı görükür oradan. Mən gedib baxdım oradan. Gedək baxaq İlqar, sən ayaqdan yüngülsən. Bir doktor gedək baxaq. Allah hamısına rəhmət eləsin. Amin. Hamısının yeri beşikdə olsun. Allah şəhətlərimizə də rəhmət eləsin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Birinin qəbri var, ikisinin qəbri yoxdur da. Rəhmət bir alınan, qəbri yoxdur da. Kim oynasa Allah'ın papası. Allah hamısına rəhmət eləsin. Sağ olun. Sağ olun. Allah rəhmət eləsin əmə. Allah yazmən. Görürsən nəfər. Çox sağ olun, minnətdarım. Sağ olun. Hörmətli Mahmudlu cəmaatı, biz bugün kollektiv şəkildə Mahmudlu qəbirstanlığını ziyarət etdik. Ziyarətdən sonra biz torpaqlarımızı azad eləmək üçün Mahmudlu kəndinin şəhidi Eşən Muradovun da burada bir ismini qoyduq. Biz də istəyirik ki, bu həmişə bizim yadımızda qalsın. Qəbirstanlığı yad eləyən cəmaatımız həmişə buna necə deyirlər, bir ziyarət eləsinlər. Allah hamımızın canı sağ eləsin, bizim işimizi o anda eləsin. Allah rəhmət eləsin. Cavit müəllim, bugün Mahmudlu hakimləri yığışıblar, qəbirstanlığını ziyarət edəcəklər. Allah bütün cəm evənlərimizə rəhmət eləsin. Sonra gedəcək aşağı kəndi ziyarət edəcəklər. Oturacaqlar, bir lokma çörək gələcəklər. Gəldilər, kəndi ziyarət edədilər. Bu 33 ildə ilk dəfədir biz yığışırıq. Amma qəbirstanlığa hamı gəlib yad edir. Allah bütün cəm ölənlərə rəhmət eləsin. Allah sənin də ölənlərə rəhmət eləsin. Allah rəhmət eləsin. Çətin bir şeydir. Hamında güc satacaq. 600-700 manat. İndi biz buranı təmizləməliyik. Hamısı təmizlənsin, dökülsün bir içəriyə. Bugün həqiqətən də cəmaatımız üçün gözəl bir gündür. Neçə ildə hələ birinci dəfə yığılırıq. Allah cəmaatımızı var eləsin. Hamısı da dəstək oldu. Bugün məsələn, görüşlərimizi qəbirstanlıqdan başladıq. Çünki burada əsas qadınların sualı var. Məsələn, qadınlar ömür boyu elə sıvaşış buraya gəldik. Ona elə də birinci elə qəbirstanlıqdan başladıq ki, amma keçmişlərini, gələcəklərini qəbirstanlığını tanısın. İnşallah bu görüşlərimiz çox olacaq. İnşallah ki olacaq, Allah var eləsin. Əsas başlamaq. Allah, başlamaq başladı. İnşallah daha da olacaq. Allah var eləsin cəmaatımızı, yerimizi. Əziyyət çəkənlər sağ olsun. Var olsun. Çox əziyyət olan Borcumuzdur. təşkilatçılar, başda məhdər məlumatlar, hamısı sağ olsun. Var olsun. Həkim sağ olsun. Neyman müəllimə desəkdir, Rəsul müəllimə desəkdir. Əbülfət Əbroğlu çox böyük desəkdir. Bəli. Sənan müəllim dövründə bələdiyyə çəkdik. Sənan, sonra qeyd edeyim ki, bu işi bizdən çox istəyib, onu deyim. Onu demişdim, bağırda qeyd edəcəm adı. Sənan ürəklə, Sənan. Mən də tanımıram ha, onu gəldi burada deyim. Deyirəm ki, deyirəm biz orada, aparım sən bu olanım. Duyaz orada. Sən də qonşusun. Sonra deyir ki, Sənan, deyir mən sana güldə tanımıyorum. Deyirəm mən tutmayım, mən də deyirəm sən. Sonra görüşürüz, get yüzə evlə kimi gelir. Allah bütün ölənlər hamısına Allah rəhmətə rəhmət eləsin.
təşkil eləyənlərə mən çox təşəkkür eləyirəm ki, bu işləri düzüblər, qoşublar, belə təmtəraqlı yığıncaq eləyiblər. Biz də hamımız bir-birini görməyən, tanımayan burada bir-birini görüb, tanıyıb, bütün qəbirləri ziyarət eləyirik. Bunu bizə yaşadan ordumuza minnətdarıq. Ordumuza, onların təşkilatçısı İlham Əliyevə minnətdarıq. Nə deyim, bala, Allah qazilərə kömək olsun, şəhidlərimizə rəhmət olsun. Döyüşüb bu rayonları alıb bizə verən ordumuz sağ olsun. Onların hamısına təşəkkür edirəm, minnətdaram. Mənim də kürəkənim hərbiçidir, milli müharibə 44 günlük müharibənin qəhrəmanlığı adı alıb, qəhrəmancasına Cəbrayıldan tutmuş, Laçın, nə bilim, üzü o tərəfə hamısının alınmasında daha Xankəndə qədər iştirak edib. Allah onlara da can sağlığı versin, uzun ömür versin, sağ olsunlar. Təşkil eləyənlər də, gələnlər də sağ olsun. Burada yatanlar da Allah rəhmət eləsin. Bunları bugünə qoyanı da bundan pis günə qalsın oğul. Nə deyim? Çox sağ ol. Allah buna qəni-qəni rəhmət eləsin. Avtobus gəlir, onlar gəlsin, sonra gedir. Bu şəhidlərin qanı hesabı. Qazilərimizin canı Canlı hesabı. Ana sənin gəlin, gəl. Canlamaq yox. Belə şəhidlərin Allah qəbirlərini yoxlar. Siz nə qədər biz var, həmişə qəbrimizdə. Gömmək keçin. Çox gedin. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Bu şəhidlər qan tökülməyin hesabına gəlmişsiniz belə. Allah yerlərin cənnət etsin. Ömür boyu bunlar bizim yanımızdan çəkir. Bu ne şey? Çok kesme, çok kesme. Biraz kabağı, biraz kabağı. Allah rahmet eylesin. De. Hoş geldin. Allah rahmet eylesin. Evet. Allah rahmet eylesin. Şu kardeşimize. Allah rahmet eylesin. Allah rahmet eylesin. Allah köməyiniz olsun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Allah sizlərdə var eləsin. Allah prezidentimizə dəyməsin. Allah çok. Allah bütün ölenlere rahmet. Allah rahmet eylesin. Allah elməmin yerini getir. Birinci şəhidlərimiz Allah rəhmət eləsin. Bunu şəhidlər qaytardı bizə. Allah cəmi ölənlərimizə rəhmət eləsin. Şeydə mən gedəm olan qəbirə. Kənd cəmaatına can sağlığı uzun ömür versin. Allah köməyiniz olsun. Allah sizlərə var eləsin. Sağ olun. Allah hamısını rahmet Bir dənə zəhmət olmasa şəhidin atasından götürər. Allah rəhmət sağ olun, sağ olun. Zəhmət olmasa bizə gələn. Buyur, 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 dinle. Allah sənə rəhmət eləsin qardaş. Şəhidimizin balaca qardaşı. Şəhidimizin balaca qardaşı. Son 5 qardaşımız. 5 yaşında rəhmətə gedib. Buyur deyəsən atası. Həmən burada balaca qardaşımız, atamız. Məkanın cənnət olsun at. Gəldik səni ziyarət elədik. Yaşayan kim oldu? Allah rahmet eylesin. Rəhmət eləsin. Allah sizdən də kömək olsun bu gündə.
çəkirsiniz, paylaşırsınız. Var olun həmişə. Sağ ol bacı. Gəlin. Benim böyük qardaş da qəşəm. Allah sənə rəhmət eləsin. Bu da 18 yaşında. Avaliyyə düşdü, rəhmətə getdi. Allah rəhmət eləsin. Allah hamımızın ölənlərə rəhmət eləsin. Mənim qardaşlarım da, atam, anam, qardaşım onun içindir. Allah köməyiniz olsun anam. Anam da, anam da. Allah rəhmət eləsin. Benim kardeşim. Bu burada değil, sağlıklı. Böyle bu işte. Ama atamla nenemi herhalde ki tapan. Onu da bilmem. Ama yakında olurlar da, yakın. Allah rəhmət eləsin. 4, bu da 45 yaşında. Ha, yüksek. Var eləyib bunu. Kim eləyib, erməni eləyib. Ekstratora bunu kulluyorlar. Hala sen bir şey. Bir tane kadar kulluyorlar. Bu çık kaçacak. Üstüne öldüm başlara. Ne kadar beton söylüyor. Buyur. Allah rəhmət eləsin cəmi ölənlərə, bizim də ölülər onun içində. Allah mərdiməcərə nələt eləsin. Neçə il düşmən tapdaq altında qalmış torpaqlardır. Bugün nəhayət ki 30 ildən sonra ziyarətimizi etdik. Çox sağ ol qardaş. Əziyyəti də halal elə. Sağ ol. Sağ ol. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Sağ ol. Bütün ölənlərə, şəhidlərimizə, kənd ahalisinə Allah rəhmət eləsin. Amin. Yerləri cənnətlik olsun. Allah rəhmət eləsin. Allah kət cəmaatının bütün ölənlərinə Allah rəhmət eləsin. Qəbirləri nurla dolsun. Allah erməninin evini yıxsın. O sikildi, biz buraya ayaq basmırdıq. Yenə ruhları şad olsun ki, biz nəvələri, oğulları gəldik bu qəbrəstanlıqda onları yad elədik. Bütün cəm ölənlərimizə Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Onların hesabına gəldik torpağımıza. Qəbirlərimizə yiyyə çıxdıq. Allah ölənlərin ruhunu şad eləsin. Yerdə qalanların da canı sağ olsun. Elə video çəkən Allah sənin də canını sağ eləsin ki, əziyyət çəkib bizlər çəkirsiniz. Sağ ol. Sağ olun. Allah rəhmət eləsin. Rəhmət eləsin. Neçə ildə axırı ki 34 il içində indi gəldik bir-birimizə qovuşduq. Özümüz qovmasa, ruhumuz qovuşmasa da gəldik tapdıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə də şəfa versin. İştirakçılarımıza da nə bilim, nə deyirlər onlarına? Yatında çıxdı. Prezidentimizə də Allah kömək olsun. Allah anasına rəhmət eləsin. Şükür bugünə ki, gəldi heç olmasa beyni tapa bilməsək də qəbrini tapır. Ha bizimkiler var mı? Salamdır, daim olun. Sözde bir dakika ne? Buyur. Ha? Dene buyur. Əliyev Yılmaz mənim babamdır. Əliyev Zeynal mən nənəmdir. Bu Əliyev xalı mən belə deyək, dayı oğludur. Bu da mənim xalamdır. Allah rəhmət Allah eləsin. cəmi ölənlərə rəhmət eləsin. Bizim ölülər də içində.